Şimşek Şəbzələddin tanırsan Murat? Şimşek Şəbzələddin. Tanırsan da onu? Bayağı qabağıma çıxdı. Böyle yanında 10-15 nəfər var. Böyle çiynimdəydi də, böyle çiynimizə vurdum. Mənə çevrildi bura. Dedim, mənə zor eləmişim, qardaş. Bilirsən, abi, məndə bilirsən, kəlmədə qayçı kimi elə doğru eləmdə cəmaatı. Bax, dava düşdü, Murat. Qardaşı, birinin barmağına çəkişlə qoydum, birinin gözünə ayağıma soxdum. Qardaşı, belə başı zat partlayıb, göz zat qapqara qaraldı, Murat. Nömrəni verdim, bir şey olur. Zəng eləyərsən mənə. Yenə də yəni, lazım olan yerə gələrsə, yenə sizi başa salaram, qardaş. Bizdən mənimlə kəlmədir, qardaşım. Ama ben demiştim ama üzür istəyirəm, səhv eləmişəm, bir də eləmərəm. Bunlar nəyə görə zəng vursunlar ki? Məndə Mahmud olmayacaq. Nə məsələdir görəsən? Bir də açıq görür. Bəli. Bəli. Allah döyülmüşəm, nə yaxşı. Bəli, qardaş, eşidirəm, bəli. Hə, Murat, əmlakçıdır, qardaş. Problem yox. Neçə edirsən, qardaş? Ha, oldu burada, oldu. 15 dəqiqə oradayım, все. Satıldı bir. Oğlum ne sen engel var. Yox, Murat, mən limon çay içəniz belə oluram, rəsmə düşür mənə. Qardaş, heç nə qardaş. Edəydi, qardaş. Deməli, dəyərli izləyicilərimiz, Balakən şəhərin ən gözəl küçələrindən biri olan Qabaqçov Bağzalı adlanan ərazidə birinci yol göstər obyektimiz var. Yol göstər, bax, qardaş. Ay, sağ ol. Qəşəng, düz yolun kənarında qəşəng, hazır işləyən 70 kvadrat obyektimiz var. Böylədir, əkinçi bazarı, yəni ki, toxum, dərman nə varsa. İstəyirəm səni daima, amma biraz tez-tez danışsın, aslında danışsın. Elə mənim? Daima istəyirəm mən səni. Ay, orada yavaş elmə, ama ben baksan rahat ol. Aha. Hazırım, gel onu göstərmə. Öyle. Ben çektim mi? Hadi ya. Deməli, qəşəng obyektimiz var. Orada bazar qiymətindən qat-qat aşağı veriləcək. Yəni, ideal bir yer qardaş. Benzinlə işləyən nə varsa, hər şey bu obyektin qabağından keçir. Göstər obyekti qardaş, ətraflı göstər obyekti. Bax, yəni. Yaxşı da icarəyə verilib. Qəşəng məbləğə aylıq kirayə verilib qardaş. Heykəlini göstərən inşallah. Gəl qardaş, mikrofonumuz da xarab olub qışqırıb danışmağa düşürəm, ləhcəyə bax. Deməli bax qardaş, 70 kvadratdır. İşığı nə qədər hər bir şey var, ölsə buranın kanalizasiya sistemi nədir? Birbaşa şəhər kanalizasiyasına qurlaşdırılıb. Bax qardaş, bax göstər. Qiyməti deyəcək, ətraflı fırra. Həm belə bir şey, həm mağazin reklamı oldu. Burada idealli təsərrüfat məhsulları var, dərmanları var, toxumları da var hər bir şey. Aylıq neçəyə kirayə verildiyini xahiş edirəm. Mənə zəng eləyin, mən sizə deyəcəm neçəyə verilibdir. Gəl qardaş, belə fırlar, bax, idealli. İçində kanalizasiya nə qədər var? Gəl qardaş, belə fırlar. Bax, göstər. Qiymət deyəcək, yol üstü dəhşət baha qiymət var. Xeyr, baha qiymət deyil. Cəmi 164.000 manat. Baxın. Düz şəhərin yolun üstündə, Böyürbaşı mağazindən doldu buralar işləş yerində. Ya da usta demişkən, xadava yerdir. Cəmi 164.000, düz dedim mi? Ha, 164.000 manata təklif olunur. Təbii ki, qiymətdə reallıq olsa, qardaşınızdan limonlu çay alır, qoz mürəbbəsinin zadınla endirim eləyir. Səhvli nömrəmiz qeyd olunub. Bax, qiymət demişəm, bir də məndən qiymət soruşsaz, mən deməyəcəm, cavab verməyəcəm. 160.000 manata, 164.000 üzr üstə bana görə, yəni aşağı endirim eləyəcək sat mənasında. Allah manada mülkünüzə bərəkət versin. Əssəlamu aleykum və rəhmətullah.